İkinci gecəmiz. Dünən gecə aldığımız nəticələr mövzudan bir neçə dəqiqə xatırlatma eləyim ki, bunlar bir-birinə bağlı mövzulardır və mövzunun xətti həm tarixdir, həm də ayələrdir. Bir, nifaqın lüğəvi mənası. Dünən gecə demişəm. İki, terminoloji mənası. Üç, nifaq iki cürdür. Əxlaqi nifaq və etiqadi nifaq. Əqidə baxımından münafiq olan kəs, əxlaqi nöqteyi nəzərindən münafiq olan şəxs. Etiqadi, ideoloji nifaq daha təhlükəlidir. Əqidəsiz insan özünü əqidəli göstərib, əqidə ilə mübarizə aparır, bu ideoloji. Əxlaqi nifaqa da izah vermişəm. Bir neçə gecə içində bir mühüm nöqtəyə də toxunacağım. Əgər insan əxlaqi nifaqına aradan aparmasa, bu əxlaq etiqada çevrilə bilər. Əqidə baxımdan münafiq ola bilər insan. Ki, bunun ayələrini İnşallah deyəcəm sizə dəlilin sübutunu bu gecələrdə. Bu gecə onu deməyəcəm. Və ən böyük xətər Quran-ı Kərimin ayələrinə əsasən, Peyğəmbərin kəlamlarına, məsumların sözlərinə əsasən ən böyük xətər münafiqlərdəndir. İslam münafiqlərdən çəkdiyin çəkib. Çəkdiyi qədər heç kəsdən çəkməyib. Ta axır zamana qədər. Ən böyük zərbəni bəşəriyyətə münafiqlər vurur. Bu Quran-ı Kərim ayələridir. Ona Quran-ı Kərim bir dənə də ayə deyirəm sizə. İnnəl münafiqinə fi dərkil əsfəli minən-nar. Ayə belədir. Həqiqətən münafiqlər cəhənnəmin ən aşağı dərin qatlarındadır. Ayət. Nafiqlər cəhənnəmin ən dərin qatlarındadır. Da ondan tərəfə yer yoxdur. Bir bəşər hara qeyb düşə bilərsə, tənəzzül eləyib hara çata bilərsə, münafiq qeyb ora çatır. Kamal nöqtəsi heç kəs yetişə bilməz. Tənəzzül nöqtəsinə də bəşəriyyət, xilqətin içində heç kəs çata bilməz ki, münafiq ora çatıb. Bu məsələnin ciddiyyəti, bu məsələnin əhəmiyyəti. Həqiqətən münafiqlər bu vəziyyətdədir, bu haldadır. Və Peyğəmbər Mədinəyə hicrət edir. 10 il Mədinədə qalır. Elə ki, Məkkədən gəlir Mədinəyə, mən sizə əvvəl gün bir dənə söz dedim. Neçə cür münafiq var demişəm. Demişəm, Məkkədə münafiqlər var idi, ayəsinin sübutunu demişəm. Sonra keçdim, Mədinədə də münafiqlər olub. İndi onu danışıram. Hələ qabaqda bir dənə də nifaq var. O, Peyğəmbərin dünyasının dəyişməsindən sonraki nifaqdır. Onun haqqında danışacağım. Yaxşı. Peyğəmbər gəlir Mədinə şəhərinə. Mədinədə iki şeyin sütunu özülü qoyulur. İki şeyin. Mədinə şəhərində. Bir, iman, iki, nifaq. Və Peyğəmbər gəldi Mədinəyə, iki dənə şeyin sütunu qoyuldu. İman, bu tərəfdə nifaq. Harada qüdrət var, orada nifaq var. Qüdrət artanda nifaqda dərinləşir. Bir dənə qaydadır. Bir dənə dünyanın qaydasıdır. Həqiqət əhlinin yanında saxta insanlar çıxır. Ki, bunu da toxunaram. Başqa ifadə ilə deyim, Mədinədə iki sütun qoyuldu. Bunu bir başqa ləfslə, kəlamla, kəlmə ilə sizə deyirəm. Bir, əsası kökü olan hər an bəhrəsini verən iman və tohid ağacı, əsası var, kökü var, hər anda meyvəsi var, bəhrəsi var, bəşəriyyət ondan faydalanır, öləndən sonra da faydalanır. Belə bir iman ağacının kökü Mədinədə qoyulur.
Kəlimetun tayyibə, kəlimetun tayyibə, kəşəcərətin tayyibə. Quranda ayədir. Elə bir ağac ki, əsluha sabit, kökü möhkəmdir. Fər'uha fis-səmai, budaqları səmalardadır. Tu'ti ukuluha, hey meyvə verir. Tu'ti ukuluha kullə hin bi-izni rabbiha. Özdə hər an verir bəhrəni. Hər an bəhrəsi var. Bəşəriyyət hər an İmam Hüseynindən faydalanır. Peyğəmbərdən faydalanır. Pak insanlardan faydalanır. Hər an, hər an. Sən əgər hər an cəmiyyətə, bəşəriyyətə fayda verməsən, uduzub getdin həyatdan. Və dünyaya 70 il gəldin. Öldün, hər şey bitdisə, sən uduzdun getdin bu dünyadan. Sən gəlməmisən 70 il üçün yaşayasan, gəlmirsən 70 ildə elə bir iş görəsən ki, bütün bəşəriyyət ta qiyamətin özündə həmişə səndən faydalansın. Yaxşı. Bir dənə belə bir kök Mədinədə qoyuldu, iman. Oradan çıxır Əbu Zərlər, Səlmanlar, böyük şəxsiyyətlər, ilahi, elə səhabələr ki, adam həyatlarına baxır, aşiq olur. İmana eşq artır. Onun yanında həqiqətin kölgəsində dayanan, kökü olmayan nifaq ağacı da yerdən başlayır çıxmağa. Köksüz deyək də. Çünki həqiqətə qeyb bağlanmayıb. Bu tərəfdən nifaq, o tərəfdən iman ağacı. İkisi də Mədinədə. Mədinədə artıq nifaq bir cərəyandır. Məkkədə tək-tük idisə, azı idisə, Mədinədə bir şəbəkədir. Cərəyandır artıq. Hizb kəlməsi keçib Quranda bunlar haqqında. Osbə kəlməsi keçib, bunlar deyəcəm hamısını. Artıq bir dənə bir qrupdular. Bunların başının üstə dayananlar var. Mədinədə münafiqlərə 2 nəfər şəxs başçılıq edir. 2 nəfər. Dünən birinin adını demişəm sizə. Abdullah İbni Ubey. Onun haqqında Quranda Münafiq surəsi nazil olub. Bir insan nə qədər tənəzzül eləyər ki, surə nazil olur onun haqqında. Onun xarakteri, ideologiyası, davranışı, yaşam tərzi, etdiyi işlər, gördüyü işlər. Bax, onun bir dənə sizə söz deyim. Onun haqqında gəlib, o demək deyil, elə onun haqqındadır. Şən-i nuzulu onun haqqındadır. Şən-i nuzul bilirsiniz deyil. Yəni, ayə niyə gəldi? Amma şən-i nuzul ayəni məhdud eləmir. Yalnız o zamana aid deyil. Şən-i nuzul bəhanədir ki, ayə gəlsin. Amma ayə onlarla məhdud deyil. Onlarla məhdud olsa, onlar öləndə ayənin zamanı bitdi. Amma onların gəlməsi ilə həyata, onların haqqında nazil olması ilə Allah dünyaya başa salır ki, münafiq belə olur. Bu belə. Yaxşı, bu da bir nöqtə idi ki, mütləq deməli idim sizə. Bunu da qeyd eləyə bilərsiniz. Bu cürünə baxın, Quran-ı Kərimə bu cürünə baxın. Bəzi mövzular var, yalnız Əhl-i Beytə məsələn aiddir, xüsusən Peyğəmbərə aiddir, onun istisna. O da həmişədir elə, Əhl-i Beyt elə həmişə var. Həmişə bəşəriyyət ondan faydalanır. Bunda çıxdım bu kənarda. Yaxşı. Və orada Abdullah İbni Ubeydir. Hansı qəbilədəndir? Xəzrəc qəbiləsindəndir. Xəzrəc. Çünki 2 dənə qəbilə olub bilirsiniz. Biri Ovsdur, biri Xəzrəcdir. Mədinədə qırırdılar bir-birlərini. Axırda bir nəfəri verirlər qabağa ki, sən bizim başçımız ol. O da elə sevinən handa, sevinən vaxtda Peyğəmbər gəlir Mədinəyə. Arzuları ürəyində qaldı. Arzusunu ürəyində qoydu Peyğəmbər. Necə iblisin arzusunu ürəyində qoydu? Adəm. Necə belə? Bu da belə. Allah vəlisi çox insanların arzusunu ürəyində qoyur. Arzusun gömür, qəbrə onlarla birgə. Allah vəlisinin xüsusiyyəti budur. Allah vəlisi gəlir, haqla batılı ayırır. Mələklərlə iblisi ayırır. Bu iblisdir mələk çöhrəsində. Yaxşı. Bu belə, məsələn, bir tərəfi Xəzrəcdəndir. Amma vəzifəyə, məqama o qədər eşqi var ki, başda olmağa. Sərvətə o qədər sevgisi var ki, sərvət sevgisi.
məqam, vəzifəyə olan eşq onu münafiq elədi. Hədis, hubbul cah vəl mal yumbitun nifaq. Vəzifəyə olan eşq, sərvətə olan məhəbbət insanı münafiq eləmək qüdrətindədir. Müayət olsun gələk bəşər. Əslində bir dənə də söz dedim ha sizə. Mən bir dənə də çıxışım bu silsilənin davamında. Biri bu olacaq ki, toxunacağım buna ki, necə olur insan münafiq olur? Necə? Nə var ki, onda oldu münafiq? Bu insan gələ bunları oxutursun, fikirləşsin. Sonra bir dənə özünə qayıtsın ki, məndə var, o yoxsa yox. Varsa potensial münafiqdir. Vəzifə, vəziyyət yaranan kimi aktual münafiq olacaq. Mən tələbəciyində bəzi hədislər oxuyurdum ki, bəzi insanlar olacaq ki, məsələn də tutaq ki, İslam alimi ola bilər, amma imamdan vuruşacaq. Çox düşünürdüm, necə olar tələbəciliyim vaxtlarım. Get-gedə insana zaman, həyat təfsir edir bəzi hədislər. Özdə axır zaman bir dənə xüsusiyyəti var, çox dəqiq təfsir edir hədisləri bizə. Qurban olum, çox maraqlıdır həyat. Sonra diqqətlə baxasan, izləyəsən hadisələr. Diqqətlə bax, təhlil elə. Təsəvvür elə ki, bunun başına tac qoyacaqdılar Mədinədə. Artıq tacı da düzəltmişdilər. Bu yazıq o birisi mənada demirəm, yazıq deyil bu. Nə yazıq? Hansısa kinoda da bir kəlmə düşdü yadıma. Bu tacına baxırdı, elə baxırdı, arzu eləyirdi, bu tacı nə vaxt qoyacam başıma? Sonra da yadına Peyğəmbər düşürdü. Bu yandan tac eşqi, rey məhəbbəti, bu tərəfdən də Peyğəmbər Hüseyn. Dar toqquşur. Var toqquşur. Bu tərəfdən Peyğəmbər gəlib bu tacı qoya bilmir başına. Hərdən bəlkə də qoyurdu, özü baxırdı indi. Güzgidə yanır, qoyur. Buna güzgidə qoyub baxmaq, bunu sərf eləmir, bu isə cəmaatın içinə belə çıxsın. Bu tərəfdən Peyğəmbər maniyyədir. Ona görə nifrət artıb, ilk əvvəl elə münafiq deyil. Birinci mübarizə edir ki, bəlkə tutmadı, gördü, yox, cəmaat buna eşqi var. Mədinədə də bəzi səhabələr vəziyyəti elə yaratmışdı, elə təbliğ eləmişdi, dini dəyərləri elə çatdırmışdı ki, insanlar Peyğəmbəri tanıya-tanıya get-gedə eşqləri artır, məhəbbət artmağa başlayır, sevgi çoğalmağa başlayır. Bu daha gördü ki, yox, bununla belə mübarizə apara bilməyəcək. O biri libası çıxartdı, nifaq libasın giyindi əyninə, oldu ən qəliz düşmən və çətin bir rəqib. Çətin, çox. Bir tərəfdən İslam onun maraqlarını ziddiyyət təşkil edir. Bu sərvəti var, pullardan gəlirdi. Təsəvvür edin ki, üzr istəyirəm bu sözləri, analar, bacılar da baxacaq. Amma tarixi biraz deyim ki, vəziyyəti bilində kimlər Peyğəmbərlə üzbəüz durub. Bu insan pis günahla, pulu oradan çıxırdı, pis günahdan. Kənizləri vadar eləyirdi filan günaha, bağışlayın da, bildiniz nə edirəm. Kənizləri vadar eləyirdi filan günaha. Zina ayəsi də gəlmişdi, bu yenə də bu işi görürdü. Axırda gəldilər Peyğəmbərin üstünə ki, bunun qabağı alınsın. Ayə gəldi, ayəyə baxın. وَلَا تُكْرِهُ فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَا تَحَسُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا. Ayə gəldi bunun üçün, bu münafiq üçün. Dünya mənfəətini əldə eləmək üçün namuslu insanları, xanımları zinaya məcbur eləməyin. Görünən budur ki, bu pis işlərlə məşğul idi. Bu tərəfdən bunun pulu da kesilir. Nifaqda nə olur? Daha dərinləşir. Bir tərəfdən bu tacdan məhrum olub, bir tərəfdən sərvəti əlindən çıxır, daha qəlizləşir. Diqqət edirsiniz. Bunun pulu filan günahdan çıxır, bunun qabağını ayə alır. Həmən ayən kim deyir? Peyğəmbər deyir. Peyğəmbərə o qədər nifrəti yaranır ki, gələcəkdə deyəcəm sizə, gələn günlərdə. O qədər nifrəti yaranır ki, Peyğəmbərin həyat yoldaşına bu insan şər atır ki, Peyğəmbərin həyat yoldaşı həmən günahla məşğuldur. Peyğəmbər nələr çəkir? Bəzi vaxtlar haqqı, həqiqəti deməyin bədəli biraz çətindir, amma Allah da kömək edir. Onun istədiyi də alınmayacaq. O ayələrə toxunacaq. Bəziləri Allahdan acığı gəlir, intiqamını bəndədən alır. Çünki Allahın kəlməsini deyən bəndədir.
Özdə nə deyir? Deyir, ona qurban olun, bundan intiqam alır. Ona qurban olan deyil. Amma ona deyə bilmir sözünü, bəndədən acığın çıxır. Bəzən kini budur. O Yezid, İmam Hüseyin əleyhissalamın o hadisəsini danışaram məqtəllərdə, onun qabağında olanda, dedi, kim deyib, Peyğəmbər gəlib? Kim deyir, qiyamət var? Sanki səndən çıxdıq axır acığımızı sizdən. Yaxşı. Bax, İslam get-gedə bunu daha da, bu tərəfdən İslam, bu tərəfdən iman qüdrətlənir, bunun nifaqı daha da artmağa başlayır. Bunun nifaqı daha da artmağa başlayır. Amma maraqlı bir sünnədir, bunun bir oğlu var, onun da adı Abdullahdır. Çox mömin idi. Ata belə, bala belə. Bu bala nə qədər atanı təbliğ edir, alınmır. Ata gəlib, bu bala nə qədər Peyğəmbərə xahiş edir ki, məsələn, neyniyə bilərəm, nə iş görəyim, bunu hidayət eləyəyim. Amma bu hidayət olunur. Təsəvvür etsən ki, ata nifaq əhli, nifaqın başında durub, bala imanlı insandır, Peyğəmbərə kömək edir. Bir ailəyə bax, vəziyyətə bax. Amma o qədər ağırdır Abdullah ibn Ubeyyə balasının elə olması. Çünki evinin içindən ona qarşı çıxan var. Çox ağırdı ona. Allah da görün inəyib. Atasından narazıdır. Amma çox çalışırdı hidayət olsun. Hətta deyirlər, gəldi Peyğəmbərə, dedi, ya Rasulallah, dedi, bəli. Dedi, ya Rasulallah, sən ki dəstəmaz alırsan, olar ki, onun suyunu, o dəstəmazın suyundan, o üzvü ki yursan, o sudan biraz götürüm, bir qabla aparım, atama içirdim. Bəlkə atam adam oldu, hidayət oldu. Peyğəmbər bilirdi bu olmayacaq hidayət. Amma bu da, belə deyək, çox istədiyim, belə deyək, yaxşı insan idi. İndi Peyğəmbərdən xahiş edir. Peyğəmbər də elə də. Amma mənası yoxdur. Hətta bu işi görür. Heç nə dəyişmir. Bəzi insanlar dəyişməz. Möcüzə də görsə dəyişməyəcək. Çünki pik həddədir. Çox qaralıb. Xətəməllah alə qulubihimdir. Sözlə deyil, kəlmə ilə deyil, kəlamla deyil. Heç vaxt dəyişilməyəcək. O qədər tənəzzül edib. Məhəmməd Füzulinin bir şeirini oxuyum sizə. Deyir ki, hər kimin var isə zatında şərarət küfri, istilahat-ı ulum ilə müsəlman olmaz. Bunun zatı xarabdır. Bunu qəşəng kəlmələrdir. Müsəlman olmaz. Gər qara daşı qızıl qan ilə rənginə desən, təbə təğyir verib ləli bədəxşan olmaz. O daş deyə ləl olan deyil. Öldürmə özü. Üstün dəyişə bilərsən, içi dəyişilməyəcək. Eyləsən tutiyə təlimi ədai kəlimat, eyləsən tutiyə təlimi ədai kəlimat, nitqi insan olur, amma özü insan olmaz. O nitqi dəyişilə bilər, amma insan olmaz. Hər uzun boylu şücaət edə bilməz dəva, hər ağac kim boy ata sərvi xuraman olmaz. Olmaz. Mərdən deyirəm ki, bəzi adamlar var həyatda. O qədər qaralıb ki, Süleyman Peyğəmbərin üzüyünü götürüb barmaqla taxsın. Musa Peyğəmbərdən xahiş eləsən, bir dənə o əsanı ver, onun başına da vursa, onu deyişləndir, elə odur. Müşkül nə Süleyman Peyğəmbərin üzüyündədir, nə Musanın əsasındadır. Bundadır müşkül, bu adam olmaz. Da o həddə gəlib. O həddə tənəzzül edib. Xətəmallahdır, xətəmallah. Allah o gündən saxlasın insanı. Bəzə deyər ki, axı, Peyğəmbərin dəstəmaz suyu. Necə olur Yusufun köynəyi bu qədər möcüzələr eləyir, Peyğəmbərin üzündən tökülən o su insana təsir göstərməz. İnsan olsa da, bir yeri olsa biraz. Yusufun köynəyi də özü möcüzədir həqiqətən. Allah Yusufun köynəyi nə qədər iş gördü. Bugün onu düşünürdüm. Bir dənə köynəyinə Quranda 3 dənə söz deyil. Biri budur. Gətirdilər, diqqət edin bu sözümə,
Gəltirdilər qardaşları Yusifi atdılar quyuya, gəldilər ata, qardaşımızı qurd yiyib, köynəyi də gətiriblər, qanlıdır. Yaqub baxdı, bu necə qurddur ki, bunu yiyib, amma köynəyi cırılmayıb. Və ca'u əla qamisihi bidəmin kəzib. Yalandan qanı vurdular, bidəmin kəzib. Yalandan qanı vurdular, qurd yiyib. Köynək baxdı, cırılmayıb. Bu özü sübutdur ki, yalan deyirsiniz. Amma indi gəldi Yusif, Züleyha onu günaha dəvət edir. Gəldi, sarayın qapısı açıldı, yoldaşı çıxanda qabağına, dedi, bu məni günaha dəvət edib. Orada uşaq danışdı, İn kənə qəmisuhu quddə min qubulin fəsədəqət. Bax, gör, əgər köynək arxadan cırılıbsa, bu yalan deyir. Öndən cırılıbsa, bu düz deyir. Orada Yusifin düzlüyünə yenə də köynək nədir bir mənada? Orada cırılmayıb deyənə sübutdur, burada cırılıb deyənə köynək sübutdur. Sonra başqa yerdə Allah Teala deyir ki, Quranda qeyd olunur, deyir Yusifin həmən köynəyi. İzhəbu bi qamisi haza fəəlquhu əla vəchi əbi yəti bəsirən. Aparın atın bu köynəyi atamın üzünə. İnşallah göz açılar. Bir köynəkdir, Yusifin əynindədir. Allah bir dənə xırda işlə bəzi vaxtlar böyük işlər görür. Allah belə Allahdır. Düz ol, dürüst ol, gör Allah nə inir. Bir dənə köynəklə bu qədər iş. Amma burada müşkül o dəstəmazı suyunda deyil. Burada o həmən insanın tənəzzül eləməsindədir. Ona görə əziz Allahımız Quranda buyurur ki, وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِي خَبُسَ لَا يَخْرُجْ إِلَّا نَكِدًا. Ayəyə baxın, nə qəşəng ayədir. Pak diyar, mümbit torpaq, Allahın izni ilə daim öz bəhrəsini verər. Mümbitcə torpaq. Ora bəhrə verəcək. Amma əks təqdirdə. Xəbis diyar, şoran torpaq. Məhsulu ürəyaçan olmaz. Müşkül nə toxumdadır, nə bağbandadır. Torpaqdadır. Əkinin məhsuldar olması yalnız yaxşı toxumdan, bağban ona qulluq eləməsindən asılı deyil. Eyni zamanda əkilən yerin də mümbit olması şərt. Toxum yaxşıdır. Bağban da maşallah. Amma torpaq xarabdır. Peyğəmbər müəllimdir. Tərbiyə edir. Sözü sözdür. Kəlamı kəlamdır. Kəlməsi kəlmədir. Amma o tərəf də bugündədir. Abdullah ibn Ubey bugündədir. Demirəm, heç bir münafiq hidayət ola bilməz. Bəzən hidayət olublar. İnşallah olun toxunarıq. Amma bəziləri ki var da pik zirvəyə yetişiblər, onlar da heç qayda da bilməyiblər. Onlar özləri qayda bilməyib. Çünki özləri öz qapılarını bağlayıb. Bu bir Abdullah ibn Ubey. Kimdir bu? Münafiqlərin başında durandır Mədinə şəhərində. Bir dənə də var, onun adı Əbu Amirdir. Bu da Mədinədə yaşayır. Bu Ovstandır, Ovs qəbiləsindən, o Xəzrəcdən idi, bu Ovstandır. Nüfuzlu idi. Abdullah ibn Amir nüfuzlu idi. Məsihiliyi qəbul eləmişdi. Tarixdə yazırlar ki, gözləyirdi Peyğəmbər veriləcək, Peyğəmbərlik veriləcək buna. Adam biraz ibadət edəndə elə bir kimsə olacaqdı. O da biraz belə ora-pura deyirdi ki, elə bilirdi ki, buna Peyğəmbərlik veriləcək. Gördü, nə Peyğəmbərlik veriləcək yox, bir nəfər gəldi, Peyğəmbər mənəm, toqquşdu. Nifaq görünəcə yaranır. Bu da özü bir mövzulardır da. Bu deyim, mən Peyğəmbər olacağım, birdən bu tərəfdən sonra Peyğəmbər budur. Siz onu bilirsiniz, bir şəxs vardı, İmam Zaman Aleyhisselamın kiçik qeyb dönəmində bir 4 dənə naibi olub. Onlardan bir nəfər var idi o dönəmdə, İslam alimi idi, böyük şəxsiyyət idi, imanı müəyyən qədər də var idi. Amma gözləyirdi ki, imam onu naib seçəcək, imam onu naib seçmədi deyənə imamdan vuruşdu, imam ona lənət oxudu. Bu insanın içindəki o firon var, bu fironu həll eləməzsə, insanı münafiq eləyir. Niyə əl-ələ salma mübarizə elədilər?
Deyir ki, biz niyə yox o? Təlhə ilə Zübeyrə baxın. Təlhə ilə Zübeyr niyə vuruşur Əli ilə? Olan hamısı gələ tarixi danışılsın. Zahid kimi özünü apardı və cəmiyyətdə də nüfuzu vardı Mədinədə. Bu Əbu Amirin. Peyğəmbər hətta bundan ilk gəldi, Mədinədə söhbətləri oldu. Peyğəmbər bir sözüdür, bu bir diyaloq yarandı, danışdılar. Axırda bir yerə yetişdi ki, Əbu Amir qayıtdı Peyğəmbərə, kim yalan deyirsə Allah onu qürbətdə öldürsün. Duası qəbul olub, Şamda ölüb. Mədinədə ölmədi. Gəlib axırda Şama çıxacaq. Necə gedir Şam şəhərinə çıxır, deyəcəm sizə. Əvvəl Peyğəmbərlə mübarizə aparır. Sonra görür, yox, alınmır. Sonra keçir, gedir Məkkəyə. Təzəvvür Məkkəyə ki, gedir, Uhud müharibəsində iştirak edib müşriklər tərəfindən. Hətta təşviq edib o tərəfdə olanları ki, gedəyin vuruşağın. Maraqlı bir süsnədir. Bunun oğlu kimdir? Hənzələ. Xəsilul mələikə deyəcəm sizə kimdir? Mələklər qüsül verib buna. Bunun oğlu Xəsilul mələikə Hənzələ təsəvvür eləyin, Uhud müharibəsində iştirak edir. Ata o yanda, bala bu yanda. Ata o yüzdə, bala bu yüzdə. Və bu oğul Uhudda şəhid olur, bu çıxır, buna bir şey olmur, bu ölmür. Hənzələ də böyük səhabədir. Hənzələnin toyu oldu. Uhud müharibəsində Peyğəmbər onu çağırdı. Elə səhəri tez durdu, gəldi. Bir gün toyu oldu, səhəri durdu, gəldi. Şəhid oldu Uhudda. Peyğəmbər deyir ki, o şəhid olan kimi o aləmdədir də, o aləmdə mələklər ona qüsülün verdi. Bala qəsilul mələikədir, mələklər qüsül verir. Ata da elə ki, Məkkədə bir dönəm qalır, sonra Məkkədən gedir Taifə, Taifdən gedir Şamda yer alır, Şamda bir yer tutur, Bizansla əlaqələri qurur, gələcəkdə danışacağım nə fitnələr törədir. Mədinədə bir qrup münafiq cərəyanın başında üstündə duran odur, oradan idarə edir. Ata bu cür, bala bu cür. Özdə bu Hənzələ, bu Əbu Amirin oğlu Hənzələ kimin qızını alıb? O birisi münafiqin qızını alıb. Abdullah ibn Ubeyin qızını alıb. Baxın, ikisi də münafiqlərin başının üstə durub. İkisinin də balaları budur. Quranda bir ayə var, ölüdən diri çıxardaram. Bax, bu bunlara əzabdır ya, ikisi də əzabdır. Onun Quranda bir ayə var, Allah münafiqlər haqqında deyir, فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ Ay Peyğəmbər, onların malı var o münafiqlərin, sərvətli münafiqləri deyir. Malları da var, övladları da var, bu sənə təəccübə gətirilməsi. İnnəmā yuridullah liyuazzibəhum biha Allah həmən malla, həmən övladlarla onlara bəla verəcək. Həmən malla, həmən övladla. Malla necə bəla verəcək? Bəzilərini belə bəla verəcək. Ki, görsən, insan əzabla, əziyyətlə qazanacaq, sonra zəhmətlə qoruyur, sonra qorxur ki, əlimdən çıxar, əlimdən gedər, üstündən biraz azaldı, bir cür əzab çəkir, bir yandan tərəddüddədir, bunu harada xəricləyim, necə xəricləyim, ən pisi də budur bu münafiqə ki, pullu, sərvətli münafiqin ən böyük dərdi budur ki, Peyğəmbər müharibələr olanda bunlara deyirdi, kömək eləməlisiniz. Bunlar gəlib indi pul verməlidirlər, o qazandıqları pulu. Çox ağırdır axı. Pulu verirlər Peyğəmbərə. Kimdən Peyğəmbər mübarizə aparır? Bunların ünsiyyət qurduğu, əməkdaşlıq elədiyi, həmən qüdrətlərlə vuruşacaq Peyğəmbər, bunlardan pulu istəyir, pulu verir. Allah deyir, narahat olma. Bəzilərinə belə əzab verərəm, pulu ilə, balaları ilə. Balaları necə əzab? Bəzi vaxtlar görürsən, bir evin içindən bir övlad çıxır ki, ilahi. Onu ən böyük bəla budur ki, özü bir dənə yol tutub, həqiqətlə mübarizə aparır. İlahi insanı dəyərlənən mübarizə var, balama belədir. Allah ona görə deyir ki, mənə belə bir sirəm də var. فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ
onlar sənin malı, evladı səni təəccübə gətirməsin. Mən onların malları ilə onlara əzab verəcəm. Övladları ilə onlara əzab verəcəm. Və təzhəqə ənfusuhum və hum kafirun. Deyir, onların canını alacam. Onların can verəndə çox çətin çəkəcək can vermələri. O günləri görəcəklər. Bunlar olacaq hamısı. Bəli. Deməli, Mədinədə nifaq cərəyanının başının üstə 2 nəfər durub. Abdullah ibn Ubey, bir də Əbu Amir. Bax, Mədinədə Peyğəmbərin bəzi səhabələri belədirlər, nifaq əhli. İndi ayə deyirəm, bir dənə baxın. Sallah bu ayəyə baxın. Buyurur ki, min əhlil Mədinə, ayədir, Quran ayəsi. Mərədu ələn nifaq. Ay Peyğəmbər, Mədinədə elə bilirsən necə münafiqlər var. Allah deyir Peyğəmbərə. Bizə necə münafiqlər var? Mərədu, mərədu. Mərədu kəlməsi bir üstünədir. Nifaq onların da təbiətinə çevrilib. Rol oynamırlar ya artıq. Bir var insan rol oynayır. Rolu biraz tutursan. Ayə deyir ki, mərədu ələn nifaq. Yo, bunlar rol oynamır. Nifaq bunların daha özünə çevrilib. Çox peşəkarlaşıblar. Bəzi vaxtlar rolu aktyor elə oynayır ki, görürsən doğrudan da yaradır səhnəni. Mən yadıma gəlir, Muxtarnamədə o Muxtar rolunu oynayan şəxs bir dəfə Kərbəlaya Azərbaycandan getmişdilər. Muxtarın qəbri var da, bilirsiniz, indi İraqda. Bir nəfər ana gəlmişdi, dayanmışdı o qəbrin kənarına, deyirdi, Muxtar, nə qəşəng oynamısan bu rolu? O elə bilirdi, bu idi. Günahdakidir burada bastırılan. O qədər məsələn yaratmışdır rolu, o filmdəki. Allah deyir ki, mərədu ələn nifaq, ay Peyğəmbər, elə münafiqlər var orada ki, elə münafiqlər var ki, nifaqda məşq ediblər, çox bacarıqlıdırlar, münafiqlikdə peşəkardılar. Davamına baxın ayəni. La tə'ləmuhum, sən heç vaxt onları tanıya bilməzsən. Bu kimə deyir? Bu Peyğəmbərə deyir. Nəhnu nə'ləmuhum. Mən tanıyıram onları. Sən onları tanıya bilməzsən. Yəni, ayənin mənası budur ki, Allah deyir, mən sənə tanıtmasam, sən onları tanıya bilmərsən. O cür nə münafiqdirlər. Bunlar kimdir? Bunlar səhabədir. Bunlar göydən düşməyib ki. Bunlar səhabədir. Elə amma formadadır ki, belə zahirdən sən Peyğəmbərsən, ayıq-sayıq insansan, söhbət sənlik deyil. Amma o qədər peşəkardılar ki, mən sənə qeybdən deməsəm, bunlar tanınmaz.